أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ولا حول ولا قوة إلا بالله العلي العظيم وصلى الله على سيدنا وسيد المرسلين الذي سمي في السماء بأحمد وفي الأرضين بأبي القاسم المصطفى محمد صلى الله عليه وآله وسلم وعلى علي أمير المؤمنين وعلى فاطمة الزهراء سيدة نساء العالمين وعلى الحسن والحسين سيدي شباب أهل الجنة وعلى علي بن الحسين وعلى محمد بن علي وعلى جعفر بن محمد وعلى موسى بن جعفر وعلى علي بن موسى وعلى محمد بن علي وعلى علي بن محمد وعلى الحسن العسكري وعلى المهدي المنتظر صاحب الزمان عجل الله تعالى فرجه الشريف واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى يوم الدين. أما بعد، عباد الله، أوصيكم ونفسي بتقوى الله وإدامة التفكر ونظم أمركم. بسم الله الرحمن الرحيم. قل يا أيها الكافرون لا أعبد ما تعبدون ولا أنتم عابدون ما أعبد ولا أنا عابد ما عبدتم ولا أنتم عابدون ما أعبد لكم دينكم ولي دين. Sadaqallahul aliyyul azim. Allah bendeleri, evvel özümü, sonra siz əzizləri ilahi təqvaya, ilahi nizam intizama, Allah beğenen şekilde düşünüp, Allah beğenen şekilde əməl etmeye dəvət və vəsiyyət edirəm. Allah bizi təqvalı bendelerden qərar versin. Allah dünyamıza əmin-amanlığı ruzu göndersin. Dünyanın əmin-amanlığın pozanları hidayət eləsin. Hidayət olmasalar başlarına sərəncam eləsin inşallah. İnşallah təqribən sabahdan etibarən Azərbaycandan hacılarımız mübarək məkanlara, məqamlara yola düşürlər. Burada da hacılarımızdan inşallah yola düşən qardaşlarımız var. Allah dünyanın hər yerindən, eləcə də ölkəmizdən həccə müşərrəf olanları sağ-salamət aparsın, sağ-salamət qaytarsın. Allah arzusunda olanlara o mübarək ziyarətləri nəsib eləsin. Allah bacarıb istəyə bilmədiyimiz xeyirləri onlara, hamımıza nəsib eləsin inşallah. Əzizlərim, neçə il bundan qabaq fikrən, xəyalən, gedin bir 10 il qabağa Azərbaycandan təqribən 6000 kvota götürülürdü həcc üçün və yer olmurdu, yazılırdı, mübahisə düşürdü. Mən də gedim, mən də yedim, o biri illərə qalır. Artıq ged-gedə bu azalmaqdadır. Xalq artsa da mənəvi ziyarətlərə gedənin sayı əks təbliğatların nəticəsində azalıb. Buna bahalıq bəhanədir. Əgər tutaq ki, həccin qiyməti fərqlisə, qəndin, çayın, yağın, düyünün də qiyməti fərqlidir. Onda gərək cəmaat kənddən, çaydan, yağdan da imtina eləyər. O vaxtın dəyəri ilə bugünkü günün dəyəri eynidir. Bu, o bəhanə deyil, sadəcə sui təbliğatlar, ateizm təbliğatları, qeyri-cərəyanların təbliğatları ilahi ibadətlərə insanların demək olar ki, sayını azaldıb. Allah eləməsin ki, Allah beyti ilə ölkəmizin əlaqəsi kəsilsin. İmam Sadiq ağa buyuruyor, hiccu qəblə ən yəmnə'al bir caniyyə. Hoqqabazlar mani olmamış, gedin Allah beytinin ziyarətinə. Bu ölkədən gedənlər həcc ziyarətinə Allahla ölkənin rabitəsi möhkəmləndirir. Yəni, bu ölkə müsəlman ölkəsidir. Allah bu dəyərimizi, bu kimliyimizi əlimizdən almasın. Heç bir təbliğata uymadan fürsət tapsaz, Allah o imkanı versə ki, həccə getməyə, onu heç vaxt təxirə salmayın, gecikdirməyin, hətta Allahdan istəyin. İstəyəndə Allah verir. Siz istəyin, elə bax bu cümədə mən deyəndə qəlbdən Allahdan istəyin ki, Allah mənə də həccin ziyarətin nəsib elə. Biz həcc ziyarətinə gedəndə başqalarından fərqli olaraq can atırıq Peyğəmbərimizin və imamlarımızın ziyarətinə. Çünki imamlarımızdan rivayət var. Həccin tamam bir rivayət varımızdır ki, Peyğəmbərimiz buyurur, məni ziyarət eləməklə həcc tamamlanır. Bir ziyarətimiz var ki, imamı ziyarət eləməklə həcc tamamlanır.
Bəqidəki olan imamlarımızı və canlı olaraq İmam-ı Zamanımızı inşallah Allah orada arzusunda olan hacılarımıza inşallah ziyarətin nəsib eləsin. Əli əlinə toxunsun, gözü gözünə toxunsun, nəfəsi nəfəsinə dəysin inşallah. Amma mən niyə görə bu mövzuya işarə edim? Biz gedirik ora, Kəbənin ziyarətində oluruq, Mədiniyə gələndə və eləcə də Məkkədə bəzi ziyarətlərə bizi qoymurlar. Məkkədə daxil olursan, bu hələ Peyğəmbərin babaları bir tərəfə qalsın, o möhtərəmlər, bu dinin ayaq üstə dayanmağına səbəb olan Həzrəti Xədicə-i Kubra salamun aleyhadır ki, Peyğəmbərimiz buyuruyor, İslam Xədicənin sərvəti ilə, Əlinin qılıncı ilə ayaq üstə dayandı. Həmin Xədicə-i Kubra salamun aleyhanın qəbri sökülür, bir yaxınlaşıb, belə deyək, qəbrin üstündə bir Fatih oxumağa. Bu din üçün canın, qanın verən Həzrəti Həmzə Seyyid-i Şühəda, Uhud şəhidləri, 70 dənə şəhid qəbri yerlə yeksan olunub. Bunlar və bəqidə bizim 4 imamımız var ki, az qalır, qoşunla mühasirə olunur ki, Əssəlamu aleyk deyirsən, adamı qovurlar. Bir dənə salam deməyə, dünyanın bu inkişaf eləmiş vaxtında, bir dənə qoymurlar bir salam deməyə. Mən bunun əleyhinə olaraq bir dənə mövzu hazırladım inşallah. Qısa bir vaxtda çalışacağım, təqdim edeyim. Bu qəbir ziyarətləri nədir, qardaşlar? Mahiyyəti nədir? Bundan ötürü bizi ittiham eləyirlər. Allah təbarək və teala Kəhf surəsi 21-ci ayədə buyurur. Əuzu billah. Və kəzəlikə əğrəzna aleyhim liya'ləmu ənə bə'dəllə haqq. Ayə uzundur, tərcüməsini oxuyuram. Allah təbarək və teala buyurur, deməli, onların halı ilə tanış etdik ki, Allahın vədəsi doğru olduğunu və qiyamətdə əsla şübhə olmadığını bilsinlər. O zaman onların işi barəsində mübahisə etdilər. Kafirlər dedilər, onların üstündə bir bina tikin, onların Rəbbi daha yaxşı bilir. Mübahisədə qalib gələn möminlər dedilər, onların üstündə bir məscid tikəcəyik. Bu ayənin təfsirində yerlər yazıblar. Məsələn, Tərsus əhalisi barəsində Türkiyənin bu Mersin vilayətində Aralıq dənizindən təqribən 20 kilometr içəridə Çuxurova deyilən bir bölgə var. Orada Tərsus adında bir məntəqə var. Bəzi müfəssirlər deyirlər ki, bu hadisə Əshab-ı Kəhf məsələsi orada baş verib. Amma bizim üçün elə Naxçıvandadır. Bizim əqidəmiz, iradəmiz var ki, Naxçıvanda Əshab-ı Kəhf var. Yerin, məkan işimiz yox, biz mahiyyətlə maraqlanaq. Deyir, Əshab-ı Kəhf ki, 300 il, ya Quran buyur, 309 il yatdılar və qalxdılar, gəldilər şəhərə, Dəqyanus artıq getmişdi. Ondan sonra bunlar gəldilər, gördülər ki, bizi Allah 300 il yatırdı, bu möcüzə baş verib, qayıtdılar, Allah bizi qayıtar öz məqamımıza, qayıtdılar orada, o əvvəlki yerlərində dünyaların dəyişdilər, ya qeyb oldular, işim onda yox. İndi bunların dalıca gələn 2 dəstə var. Biri qeyri-möminlərdir, biri möminlər, Allaha inananlardır. Bunların arasında mübahisə düşdü. Bunları Allah bizə qiyamətin haqq olduğunu 300 ildən sonra dirildib, qiyaməti bizə başa salır. Bu möcüzəni yaşatmağımız lazımdır. Kafirlər dedilər, madəm yaşadırsın, bir dənə bina tikin, daşdan zaddan qoy bilinsin də abidə kimi. Möminlər dedilər, yox, bunlar ilahi şəxsiyyətlərdir. İlahi şəxsiyyətin üstündə məscid bina eləyəcək. Quran deyir, Allah deyir, möminlər belədirlər. Allah ilahi şəxsiyyətlərin məzarının üstündə məscid tikməyin bəyənir. Kəhf surəsi 21-ci ayədə. Kəhf surəsi. Bu ayə. Vəhabilərin şiələrə 14 dənə iradı var. Təvəssül, yəni deyə bilməzsən Allah, sənə and verirəm Peyğəmbər hörmətinə, mənim bu hacətimi rəva elə. Şəfaət, bunlar deyirlər ki, qiyamətin günündə ayələr varımızdır Qurandan ki, Allah izin verdiyi şəxslər şəfaət edəcək. Maidə surəsi 35-ci ayət təvəssülə aid olan ayədir. Qəbir ziyarəti və türbələr, bunlar deyirlər şirkdir. Sonra bidət, Peyğəmbərin və imamların, mövlud və şəhadət günlərin bunlar dinə gətirilmiş bidət bilirlər. Allahın sifətləri zahiridir, batini və mənəvi deyir. Onlar deyirlər ki, Allahın əli var, əyağı var, gözü var, qulağı var. Bizim kimi cisimləşdirirlər. Biz deyirik, Allahın əli deyəndə qüdrətdir,
Bu Allahın gözü deyəndə qüdrətidir, elmidir. Bunlar deyirlər, yox elə bizim kimi insandır. Bunların iradları bunlardır. Nəzir və qurban, pirlərdə nəzir etmək, qurban kəsmək, bunlar bunu şirk bilirlər. Allah Teala Quran-ı Kərimdə İnsan surəsində Əli əleyhissalam ailəsinin nəzrindən danışır. Nəzr, balam sağalsın Allah, nəzr eləyərəm. Nəzrə əhddən danışır Allah təbarək və təala. Sonra möhrə və imamlara keçirilən əzadarlığa bunlar qeyri-dini baxırlar. Möhründə danışmışıq da bunlara cavab vermirəm. Torpaqdır. Torpağa səcdə əlbəttə xalçıya səcdədən yaxşıdır. Biz Allaha səcdə edirik, söz yox. Səcdə zamanı başı torpağa qoymaq, xalçıya qoymaqdan milyon dəfə yaxşıdır. Hələ fiqhi cəhətin qoyuram kənara. Təqlidi bunlar caiz bilmirlər. Məsələn, bizim əqidədə müctehidə qeyri-mütəxəssisin mütəxəssisə təqlid etməsi vacibdir. Qeyri-mütəxəssis öz başına iş görsə xətaya gedər, gərək mütəxəssisdən soruşsun. Bu bizə vacibdir. Bunsuz əməllər batılı, bunlar deyir, təqlid yoxdur. Eləcə məndən soruş, mənə təqlid edin. Şiələrdən də çox təəssüf ki, bunlara qoşulanlar var. Təbərrük, məsələn, biz gedirik ziyarətlərə, təbərrük gətiririk. Bunlar onu da caiz bilmirlər. Əliyaçıq namaz qılmaq, namazda amin demək bizdən fərqləri. Təsbihlə zikr eləməyi bunlar caiz bilmirlər. Ölənə Quran oxumağı bunlar caiz bilmirlər. Əlləri namazdan sonra biz qaldırır və yaxud da başqa vaxtlarda əl qaldırıb dua eləməyi bunlar caiz bilmirlər. Bu 14 dənənin hamısının cavabları var, əlhəmdülillah. Mən birinə cavab verirəm. Qəbirlərin ziyarəti. İndi görək, bu özlərin saxta sünni adı ilə qələmə verib bu dinin canına düşən adamlar doğrudan da görəsən şiəliyə qarşı təbliğatdadılar, ziddlər, yoxsa bütövlükdə İslam təfəkkürünə. Mənim bu deyəcəyim söhbət sübutdur ki, bunlar İslam təfəkkürünə ziddilər. Qardaş, təkcə şiələr qəbir ziyarətinə getmirlər. Sünni qardaşlarımız da qəbir ziyarətinə gedirlər. Biz İraqa gedirik imamlarımızı ziyarət etməyə, Əmirül-Möminin Əsəlamı, İmam Hüseyin Əleyhisselamı ziyarət etməyə. Öz gözümlə görmüşəm. Bizi qəbul edən şirkət eyni zamanda başqa ölkələrdən gələn sünni qardaşların, karvanların qarşılayır. Bağdadda onların ziyarətgahlarından bir neçəsini qeyd eləmişəm. Əbu Hənifə, İmam-ı Əzəm deyirlər. Hənəfi məzhəbinin imamı, sünnilərin böyük imamı. Əl-Əzəmiyyə məntəqəsində Bağdadda sünni karvanları gəlir onu ziyarət eləməyə. Əbdülqadir Ceylani, ya Ceylani, Sufi alimidir. Türkiyə, Pakistan, Hindistan zəvvarları ilə doludur Bağdadda onun qəbri. Gecə gündüz. İmam Əhməd İbni Həmbəl, Həmbəli məzhəbinin imamı Bağdaddadır. Daim sünni karvanları ziyarətinə gəlir. Məruf Kəlvi türbəsi Bağdaddadır, Sufi alimidir, ziyarətinə gəlirlər. Zübeyir İbni Əvvam, Zübeyrin qəbri Bəsrədədir, ziyarətinə gedirlər. Həsən Bəsri Bəsrədədir. Yunus Peyğəmbərin qəbri Mosuldadır, 2014-cü ildə işid partlatdı Yunus Peyğəmbərin qəbrini. Sünni və Şiə ziyarət edirdi. İmam Qəzali türbəsi Bağdadda sünnilərin ziyarət yeridir. Bunlar saydıqca sayaram, misallar da vurdum. Mount Vernon, ABŞ-ın, Amerika Birləşmiş Ştatlarının birinci prezidenti George Washington'un evi və qəbri oradadır. Amerika vətəndaşları üçün bir müqəddəs ziyarətgahdır. Ərəbistanın kralı, Kral Fəhd ibn Əbdüləziz 1985-ci ildə Amerikaya səfərində birbaşa George Washington'un qəbrini ziyarət elədi. Peyğəmbərin qəbrini ziyarət eləmək olmaz, Washington'un qəbrini ziyarət eləmək olar. Yaxşı. Kral Salman İbni Əbdüləziz 2015-ci ildə əklil qoydu Washington'un qəbri üstündə və ziyarət elədi. Vəliəhd bugünkü şahzadə Məhəmməd İbni Salman 2018-ci ildə ziyarət elədi Washington'un qəbrin. Və bunlar qadağandı, Peyğəmbərin və imamların qəbri qadağandı. İndi bilinir bu qadağaların mərkəzi hardan gəlir.
Qəbirlərin ziyarətin qadağan eləməyin fəsadları nədən ibarətdir? Peyğəmbərin sünnəsini zəiflətmək, Peyğəmbərlə insanların arasını açmaq və Peyğəmbər özü qəbir ziyarətlərinə gedib bu sünnəni aradan aparmaq. Mənəvi təfəkkürün zəifləməsi, insan qəbir ziyarətinə gedəndə ölümü xatırlayır, ölüm xatırlamağı insanların təfəkküründən çıxartmaq. Ən gözəl zikr ölümü zikr eləməkdir. Tarixi yaddaşın itməsi, gənc nəslin öz köklərindən qopması, İslam tarixinə marağın azalması, mənəvi irsin unudulması. Elə ki, ziyarətinə getmədin, unudulur. İfrat və təhrik, radikalların formalaşması. Sən bu günləri bir məzhəbin içərisində qəbir ziyarəti olmaz, şirkdir. Sən radikal bir cəyəran formalaşdırırsan. Onu qeyri-adi, şirk kimi cəmaata təqdim edirsən, o qəbrin ziyarətini ötürü qəbrə qarşı radikallıq yaranır, qəbri ziyarət edəni öldürməyə hazır olur. Radikal cəryanların formalaşması. Valideynə və övliyalara mənəvi vəfa borcunun hörmətsizlik olunması. Bizim valideynlərin qəbri üstünə vəfa borcumuz var. Allah övliyalarına vəfa borcumuz var. Cəmiyyətdə bölünmə, İslamda orta yol gözlənilməlidir, təfriqə düşməsin deyə. Sən bu günləri bir müsəlmanı qəbir ziyarətinin ötürü cani elan edirsən, İslam aləmində parçalanma yaranır. Bu qədər fəsadları var. Amma bugün izah elədim. Neçə yüz ildir sünni və şiə qardaşlar bir yerdə qəbir ziyarətlərini eləyir, heç problemi də yoxdur. Və bu barədə də çəkilişlərimiz olub, Məkkədə göstərmişəm ki, necə olur ki, Qaradaşı öpməkdən ötürü özlərini öldürürlər, bu yanda məqam İbrahim də cənnətdən gəlir, onu öpəndə şirk olur, İmam Peyğəmbərin qəbrini öpəndə şirk olur. Daha ora qayıtmıram. İkinci bir məsələni bu xütbədə deməyi özümə bir vəzifə bildim, əzizlərim. Sovet hakimiyyəti gəldi dinlə mübarizə aparmaqdan ötürü, başladı Molla Seyidlə mübarizə aparmağa. Çünki din demişəm, 3 şeydən ibarətdir. Allahın kəlamı, əməl və şəxsiyyətlərdir. Şəxsiyyət olmasa, burada xütbə oxuyan olmasa, cümə namazı olmaz. Şəxslər olmasa, din yaşamaz, şəxslər də yaşanan. Peyğəmbər imam olmasa, bu günləri alimlər olmasa, ruhanilər olmasa, din gedəcək, çıxacaq sıradan. Sovet hökumətinin dinə qarşı mübarizəsi molla sözünə insanların beynində bir fobiya yaratdı. Molla belə oldu, molla belə oldu. İçərdən və çöldən başladı bu sözə qarşı insanlarda bir fobiya yaranmağa. Hətta cəmaat Quranı oxumadı ki, mən oxuyaram, molla olaram. O qədər fobiya yarattı. Amma qayıdıram bizim keçmişimizə. Bu xalqı keçmişindən ayırmaq olmaz. Azərbaycan xalqının keçmişi var. Bizim klassiklərimiz, bizim bugünün ziyalılarına örnek olan ziyalılarımızın rütbələri molladır. Molla Məhəmməd Füzuli. Kimdir bunun əzəmətində? Bu molladır. Mədrəsədən çıxıb. Bunun ruhu və cismi elmdir. Molla Məhəmməd Füzuli. Sən bu molla sözünə nə hücuma keçibsən? Molla Vəli Vidadi. Allah rəhmət eləsin. Molla Pənah Vaqif. Şuşa xanının vəziri. Bugün də qəbri ziyarətgahdır Şuşada. Molla Qasım 16-cı əsrdə. Molla Cümə, Bakıda Molla Cümə küçəsi var 19-20-ci əsr. Bu bizim qədim ziyalılarımızın ən ali rütbəsi akademik filan deyil deyə molla idi. Molla Cümə. Bizim Molla Nəsrəddin adında xalqı maarifləndirmək üçün bizim jurnalımızın ilk adı Molla Nəsrəddin olub. Yəni, molla çeşməsindən cəmiyyət deyək ki, cəhalətdən uzaqlaşıb və maariflənib. Sonra sayım nə qədər molla bizim ziyalılarımızın rütbəsi olub. Nə qədər ziyalılar yetişmişsə mədrəsədən din təhsili alıb. Mirzə Fətəli Axundov əgər bu günləri mütəfəkkir adlandırırıqsa, Mirzə Fətəli özü Xoy şəhərindəndir, molla məktəbini keçib. Hüseyin Cavid mədrəsədən çıxıb. Mirzə Ələkbər Sabir molladır, mədrəsədən çıxıb. Allah rəhmət eləsin, Seyyid Əzim Şirvani ruhanidir, mədrəsədən Seyyid Əzim yetişib. Bunlar hamısı, qardaş, qəbristanlıq mollası olmayıb, məclis mollası olmayıb. Sən molla sözünə qarşı, əgər sənin allergiyon varsa, sən öz xalqının keçmişinə, əzəmətinə qılınc çalırsan.
Bəlkə də bugün sənin mollaya yox, dinə və Allaha nifrətindir ki, düşübsən mollanın üstünə. Mən demirəm tamam mollalar məsumdular. Düzdür, bütün sahədə problem olduğu kimi, bugün təhsilimiz doludur problemlə, səhiyyəmiz doludur problemlə. Yəni, problem olmayan burada bir sahə varmı? Ticarətimiz doludur problemlə, hər şey doludur da problemlə. Mollaların da içində problemli insanlar var. Bir də Allah rəhmət eləsin, səhv eləməsəmsə, ya Molla Qələm Axund olub, ya Şeyx Məhəmməd Axund Cəllabad. Deyiblər ki, molla filan işi gördü, molla oğurluq elədi. Deyir, molla oğurluq eləməz. Oğrudur gəlib girib molla cildinə, oğurluq eləyir. Molla cəmiyyətin fizika müəllimi, riyaziyyat müəllimi olduğu kimi din müəlliminə ehtiyacı var. Əgər bir məntəqədə, bir məktəbdə, bir fən müəllimin sıradan çıxarsan, o fənn öləcək. Bir cəmiyyətdə mollasızlaşdırsan cəmiyyəti, demirəm, hamı meyyid namazı qıla bilər, qəbristanlıqda Yasin oxuya bilər, ondan sonra məclisdə Fatihə verə bilər. Onlardan söhbət getmir. Ziyalı ruhanilərdən cəmiyyəti təciz edəndə cəmaatın əli dindən uzaqlaşar. Mən buradan bir müraciət edərək əziz xalqıma ki, bu sözlə mübarizə aparmasınlar, bu sözə pis baxmasınlar, bu söz bizim keçmişimizdir və doğrudan dini öyrənməyimiz üçün bir elm mənbəyidir. Allah'a and verirəm əzəməti qüdrətinə. Allah təbarək və təala cüməmizi, bütün İslam ümmətinin cüməsini mübarək eləsin. Allah dünyamıza əmin-amanlığı ruzi təyin eləsin. Allah aqibətimizi xeyr eləsin. Bacarıb istəyə bilmədiyimiz xeyirləri hər birimizə nəsib eləsin və qəlblərimizdə olan hacətləri rəva, dərdlərimizə dəva eləsin. Mən hər cümənin sonunda bir dənə şəri məsələ deməyi özümə vəzifə qoymuşam. Şəri məsələ, bugün nə deyim, o qədər məsələlər çıxdı qarşıma, biri gəldi zehnimə. Çox təəssüflər olsun ki, xalqımıza bir pandemiya yoluxub. Boşanma bəlası artıq mən deyərdim, elə bir nəsil yoxdur ki, orada bu bəlaya düşən olmasın. Boşanma bəlası. Bu bəladan sonra bir bəla gəlir. Boşanandan sonra cəmiyyətin şəri, dini vəzifələrin bilməməsindən ötürü fəsadlar dərinləşir. Vəssalam, çıxartdı evdən xanımı getdi, daha təlaq, deyirsən ki, ay balam, əgər yaşamayacaqsan biri də təlaq oxunmalıdır, şərən təlaq oxunmalıdır. Deyir, verməyəcəm təlaqını, qoy getsin, asılı qalsın. O xanım da şəri vəzifəsini bilmir, gedir, nə bilir təlaq nədir, din nədir. Gedir, bir elçisi olur, ondan ərə gedir. Mən bu hökmü deyirəm, bir adam təlaq oxumasa, xanımın evdən çıxarsa, göndərsə, nə qədər ki, təlaq oxunmayıb, onun bütün xərcləri, haqqı o kişinin boynundadır. Yeməyin verməlidir, geyməyin verməlidir, bu haqq onun boynundadır. Təlaq oxuyandan sonra xanımın vəzifələri. 3 ay müddətində xanım heç kimə ərə gedə bilməz. Şəriət barışıq üçün müddət qoyur. 3 ay müddətində heç kimə ərə gedə bilməz. 3 ay müddətində əgər bu kişi rizi təlaq oxunubsa, barışmaq hüquqları var, barışsalar kəbin də oxunmayacaq. 3 ay keçsə, barışsalar inşallah kəbin yenilənəcək, amma təlaq oxunandan sonra, nə qədər təlaq oxunmayıb ərə gedə bilməz, təlaq oxunandan sonra 3 ayda heç kəsə ərə gedə bilməz. Bir də görürsən, oxutdurmayıb təlaqı, xanımdır, gəlib 1 ildən sonra elçisi düşüb. Da mən üçün təlaq oxu, mən ərə gedirəm. Bu cür olmaz. Gərək 3 ay. Əri ölmüş xanım 4 ay 10 gün müddətində iddə saxlamalıdır ərə getməkdən ötürü. Ərdən boşanmış xanım 3 ay müddətində iddə gözləməlidir, sonra başqası ilə evlənə bilər. Əgər bu müddətdə, iddə müddətində bir xanım başqası ilə münasibətdə olsa, həmin münasibətdə olduğu adama əbədi olaraq haramdır. Daha onların şəriət evlənməsinə qadağa qoyur. Onlar heç vaxt bir-birinə halal ola bilməz. Allah Teala bu boşanma bəlasına ölkəmizdə son qoysun inşallah. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahus samed, lem yelid və lem yulad və lem yekun lehu